Dostlar, hamınıza salamlar. Mən Qabı Səbitə Qarabağın yeni bir sərisi ilə qarşınızdayım. Bugün bildiyiniz kimi keçən bölümdə Qarabağda Avropa Kubokuna qaldıq yenə. Və Ajax'dan da səfərdə oyunumuz 20-ci tamamlamışdıq axırıncı dəfə. O pis bölümü izləməyən izləsin. Qəşəng baxış gəldi. Bəyəni də qəşəng gəldi. 4 bəyəni gəldi. Elə bir 92 dənə baxış gəldi. Sizə indi göstərim Avropa Ligin. Baxın, 20-ci yük. 3 oyun keçirdik gələn bölüm. 20-ci tamamladıq. Bilirsiniz ki, hansı kubok oldu, fərqi yoxdur. Çempionatdan başqa. Qazandıq, vəsə, bölüm bitir dostlar. Səri bitir yəni. Ajax'a qarşı səfər oyunumuzda qeyd edim. 2-0 qəşəng. Belə nəticələr qəşəngdir bizə nəticə. 11-ci tamamladıq. Hələ qabaqda 4 oyun var. 8-dən özümüzü aşağı atsaq olar bəlkə də. Qırmızı kart görənlər çoxalır biraz, onu şey eləmək lazımdır. Burada qırmızı kart görəni çıxardaq. Yerinə atmışdıq, oynasın, heç nə olmaz. Elə bu deyəsən 58-ci oynayırdı. Çempionatda şampiyon olmağımız az qalıb. 41 puandan dostlar birinciyik və səfər oyunumuz yenə. Qırmızı kart görənlərimiz çoxdur. Amma heç nə olmaz, biz həll eləyərik. Görək bu rəqib neçəncidir. Bunun adı yadımda dostlar, prosta oxuyamıram, qəribə adı var, 16-cıdırlar. Getdik 2 dəfə arda-arda səfər maçıdır ikisi də və 2-1 bunu da dostlar tutduq, 2-1. Qəşəng, 2-1. Qəşəng 7-ci, 3 oyunda 7-ci hələ ki. Qəşəngdir bizə hələ. Hələ qabaqda daha deyəsən 3 oyun var idi, ya 2 oyun idi belə. Tam görənmədim. Qəbələyə qarşı kubok oyunu. Bir də dostlar bu kubokdan başqa, yəni qazansaq səri bitəcək. Çempionatdan bu kubokdan başqa. Azərbaycan kubokumuzdan başqa 5-1 Qəbələni də yendik. Sabah ilə qarşı yox, o sən fasilə al ya da sən Avro kuboklarda bizim üçün önəmlisən. Sən heç olmasa qol vurarsan. 1-0 Sabah ilə tutduq. Bodoglimdə qarşı biraz komandaya güc verək və vəsə. Ev oyunumuzdur bu bizim. Bodaglimin kadrosuna baxaq. Azərbaycanlı oyuncu da var. Qəşəng. Porsovoğlu bilinmir. Ev oyunu qəşəng. Hadi uşaqlar. 10 kişi qalırlar və utduq. Yasin Benziyan qolu ilə və 5-ci. Hələ qabaqda 2 maç var. Qəşəng. Qırmızı kart görən də yoxdur. Və 1-0 qəşəng. Sıradakı Avrokubok maçımız səfər oyunu. Japon oynadılar amma olsunlar. Və 2-0 Munada. Dostlar, bu arada oyunu bilməyənlər varsa yorumda yazırsınız, pulu nə tər alırsınız. Dostlar, bu oyunun elə bir hilə fasonudur, hiləsidir elə bir. Amma belə həqqicə eləyirəm ki, həqqicə olur. Yəni baxın, burada heç bir şey də yoxdur, zorluğu artır, düşür. Yəni oyunu bilənlər bilir. Bilməyənlər üçün deyirəm bunu. Baxın, oyuncuları da göstərim. Artır deyə heç bir şey yoxdur. Görürsünüz. Zirəyə qarşı bərabərə. Dostlar, bir də bir şey göstərim. Baxın, oyunu bilməyənlər. Bütün klublar var burada. Bax, City, sonra Liverpool, Arsenal, Roma, Milan, Atalanta, Juventus, Inter, Lazio. Yəni həqiqi kubok takımlardır. Oğuz qaplarına gol vurdular. Qəşəng. Kimdir baxım, ona baxım mən. Pakistanlı oyuncuymuş. Öz qapısına vurub qolu. Bizim işimizə gəlir. Heç nə olmaz bizə nə. Arız Naxçıvanı da 1-0 utduq. Və sıradakı ev oyunumuz.
və 2-1 qəşəng. Все, üçüncü tamamladıq dostlar. Siz videonu dayandırıb baxarsınız, türk takımları da var. Trabzon var 26-cı, Beşiktaş 32-ci və belə. Başqa türk takımı yoxdur deyəsən. Yox dostlar. Sabaha qarşı və 2-0 Neftçiyə qarşı dərbi 2-1 qəşəng. Yenə Sabaha qarşı və 1-0 Kəpəzə qarşı 4-0 utduq və 1-0'lığın cavab oyunu. Uşaqlar 10 nəfər qalıb, 10 nəfər qaldılar, maç uzatmaya getdi. Biz Sabaha da qol buraxırıqsa, Avrokuboklar çətin olar. Amma ilk 8-ə 1-ə qaldıq. Ayda bizi kümə düşən takım utdu, Qarabağ. Az göründə bu qırmızı kartda. Bu sərdə ən çətini dostlar qırmızı kart oldu. Sabah ilə qarşı. Və dostlar Türkiyə takımı da var. Adı nə idi yadımdan çıxdı. Və biz kuboklara hədəflənsə yəni yaxşı olar. Dostlar burada bölümdə deyim. Erməni oyunçu oynatsa, yəni olan alıb satırıq, yəni oradan bizə də pul qalır. Japon da olsa fərqi yoxdur, amma Japonlara çox dəymirəm. Yəni biraz gerçəkliyi qaçmasın deyə. Galatasaray oynayıb. Osimhen var ki elə. Bizim Avrokubok rakibimiz. Şut kart 4 bu. Deyəsən şut kart idi dostlar bu. Tam bilmirəm. İlk oyunumuz səfərdir. Bunları utmuşduq belə. Ayda. Qəşəng bərabərləri yakaladıq. Qaldı ev oyununda Tofiq Bəhramovda. Cavab oyunu. Zirəyə qarşı və 1-0 Galatasaray uduzdu Interə. Всё. Oyunçumuzu da qoyaq qırmızı kart taraf. Hadi uşaqlar ev oynadı, hadi. Biz onlardan daha üstünük belə baxanda deyəsən. Və ay Sibir. Uşaqlar utmuşduq axı biz bunları belə. Niyə belə oldu? Qırmızı kart görənlər indi. Heyf. Ələndi yenə. Yenə qaldı gələn sezona. Avrokubok elə oyun takım verib ki bizə. Biz bunları udmuşuq da bir dəfə. İkinci dəfə niyə versən axı? Hələ özəl düz qaplarını atdı o 3-cü qolların bizə. Ay qırmızıya bax. Dəqiqə başı qırmızı kart görürlər. Dəqiqə başı. Və 1-0 Özü kuboku qazanma uzun qazetəsi çıxıb. Çıxan oyuna xod verim. Valla Neftçiyə tutuzduq ya biz. Və Kəpəzə qarşı. Video 8 dəqiqə oldu. Heç nə olmaz. Bu bölümü çalışacağım biraz uzun tutun. Həm axıracan da izləyənlər var, qollar içində maraq daşısın. Çoxu dostlar elə videoya girir çıxır o dəqiqə. Yəni bir baxın da, bir videoya baxın sonra çıxın. Bir 5 dəqiqə olsa bir baxın da. Ki oradan elə bir izlənmə sayılsın. Kubok da qazandıq. Öz kubokumuzu. Və sezon bitdi. Yox bitməyib bunlar da keçin. Qarabağın biz istəməyi 51 oranda qalıb. Martiniz alıb, altın ayaqqabı. Və Linkaland alıb balondurda. Buradan fotoğrafı da çəkək. Və təzdən qalıb Qarabağda.
Oyuncular əməkli olub biri. Bunları satacağım, 53'lükləri. Çox lazımsızdılar. Heç gəlişmirlər də. Dostlar, mən kayıt dışı da oyun oynayıram bu oyunu elə bir. Qarabağa Həlin Kalantısı adı transfer eləmişəm. Şampiyonlar Ligi'nin zadını qazanan elə oyuncular gəlir Azərbaycanlığa 70'lik. Gəlişirlər onlar. Yəni o kubukdan da bağlı olur. 16 problemimiz var. Bizə transfer lazımdır. ZB 70 üstü. Korfinansa da düşəmirik. Korfinansı qazanaq, все bitsin. Düzü Korfinansa da qəşəng takımlar düşür. Belə zəif düşmür. Bəxtimizdən bəlkə düşdü də zəif. Bilmək olmaz. Kimə pul vermək? Transfer diləyəmirik. Bu Trantovuz maçını keçək. 5-0. Qızını da istəyirlər. O deyəsən ilk 11'də. O satamayacam. Transfer eləyəmirəm. Çox pis oldu bu. Heyif. Gələ hamının kadrosunu yoxlayam dostlar. Kubuk keçən yolda. Real Madrid qazanıb. Və başladıq. Görək nətər olacaq. Bu kubuk olacaq. 4-1 utduq ilk Şampiyonlar Ligi'nin. Və səfər oyunu. 6-2 düz 6-2. Üf, qəşəng rəqib atdılar ha. Çox qəşəng. Elə bir buradan elənsək deyəsən düşəcək Avrokubok C3-ə. Hə. Amma eləmədik. Və ilk oyunumuz 3-2 Qəbəliyə. Rəqiblərin kadrosuna baxaq, onları hər şeydə deyirəm. Buradan da biz dost elə bir pul qazana bilirik. O video başında demişdim. Birinci bölümdə gedib izləməyəni izləyə bilər. 3-0. Böyük ihtimal düşdük təzən Avrokuboka. Transfer lazımdır. Bizə çox güclü transfer lazımdır. Hamı deməkli olur. Və buna da dostlar 3-1 uduzduq. Düşdük Avrokuboka. Neçəyə? Elə birbaşa Avrokuboklara getdik. Söyənə. Korfinansı da qazansaq nəyəsə, korfinansı qazanaq sərə bitsin, çox uzanayacaq. Məncə transfer belə. Yaxşı bu qaydanı qoymuşam dostlar. Olmasaydı vəsiyo da atar. Biz transfer zad eləyənməzdik. Qalırdıq elə belə. Yo, birbaşa getmirik. Bir oyun oynayacaq. Udarıq böyütdüm ha. Çox pis oyuncuları var. Bax kim də öz qapımıza qol atıb. Gözləyin, gözləyin dostlar, tapacam ha. Gözləyin. Gözləyin. Kimdir o? Ba Leandro, nə eləyirsən ba? Sən stopersən, bax defansda nə işin var sənin? Sən nə deyim mən? Sabah ilə qarşı dostlar. 2-0. Və cavab oyunu səfər. Buradan ələnib korfinansa düşməyimiz yoxdur. Ya orada düşmərik. 4-2 utduq və Avrokubok rəqiblərimiz. Young Boys, Lazio, Tottenham, Bodo Glimt və Benfica'da. Opsin adını tam görənmədim. Və dostlar siz bu maçları keçin, Avrokubok oyununda açaram ilk oyunumuzda. Və dostlar ilk oyunumuz Young Boys'a qarşı. Kadrolarını yoxlayalım, təmizli baxaq kimlər var. Fenerbahçe, Beşiktaş, Türk takımlarını sayıram. Və belə ikisi var imiş. İlk oyunumuz səfər. Hadi uşaqlar, ilk oyunu qalibiyyətlə gələk. Hadi uşaqlar. Qəşəng. Bitdi. 1-0.
İlk qalibiyyət. Qəşəng oldu ilk turdan ilk qalibiyyətlə. Halal uşaqlar. Kadrolarını yoxlayıram. Prosta oynatmırlar ya. Rusya, Japonya da erməni. Oynadan kimi hamısını götürüb satıram. Ki onları almırdıq da bu səriyə. Təzə hiləlisi çıxacaq dostlar, onu yükləyəcəm. Onun üçün bu sərini tez bitirməyə çalışıram. O hiləlini yükləyə biləm. Şampiyonlar Ligi zada oynanacaq. Kokobuklar görüşçüsünü almadı. Və bunlara qarşı. Bir də dostlar, Amerikalı sayılmır. O yadımdan çıxmışdı. Bunlar da təmizdir. Ev oyunu. Hadi uşaqlar, hadi uşaqlar. Bərabər olsun. Bir xalda bir xaldı. Sabah elə, sabaha qarşı atışdırıram ya bu ikisini. 6-0 qəşəng. Lazio. Inter nəhəngi. Valla bu nədir? Heç biri də oynatmır. Mənə kariyer eləyəndə oynadırdılar. Səfər maçı. 1-0 olacaq. Lazio böyük komandada olacaq belə işlər. Bərabərə. Yine bir oyuncu isteği var. Satamıram. Ev satamıram. Barsa gönderip. Barsa sen de bilen ilk 11'de oyuncumuz var. O göz dikmisən. Ki sen bölümde diyesin isteği göndermişti yine oyuncuya. Yadımda kalıp. Sungayt'a karşı. Ha, kırmızı niye? Görsüz gol olsun. Kırmızı görmeyin. Ayda. Tutuk elimden. Tutuk. Əlimdən gələni basıram. Enerjide o da basıram ki gücləşsinlər çıxqan. Olmur ki olmur. Ev oyunu böyük ihtimal tutacaq. Dodaqayımın kadrosu bizdən nə qədər güclüdür. 3-0. 24'lüyüm hələ də qəşəng. Mən kimi oynadım bax dostlar? Görürsünüz ancaq qırmızı. Ancaq qırmızı. Bütün işləri qırmızıdır bunların. Al 57'li stover oynayacaqsan. Başqa nə qarım? Zirə də bərabərə qalacaq. Ancaq budur bunun çarəsi. Oyuncu da transfer eləyəmirəm. Dostlar, yo eləyə biləcək. Amerikalı var 73'lük. Buradan düz 21 milyon götürəcək. Fıçaq, bu qəşəng oldu. Bu qəşəng oldu. Bu çox qəşəng oldu. Adı neçəlikdir o? 73'lük. 73'lük. Bu daha dostlar. Görürsünüz. 6 verəcəm çünki qəbul eləmirlər. Başqa türlü. Qəbul elədi. Fıçaq. İndi bunu satacaq. Oynadamırıq biz kimi dostlar. Barsa nə qədər verirlər? Rədd eləyək. O qiymətə də satmayaq da. Yəni Barsa biraz yüksək gəlir. Всё. Əldə var dostlar 19.000. Məncə bu gerçəkliyi pozmur. Pozursa yorumda yazarsınız. Bizə defansa oyuncu lazım idi. Defansa. Biraz əlimizi bahalı tutaq. Qəşəng oyuncuya ehtiyacımız var. 83'lük bu kimdir? Aşağı oyuncuları aşağı bilədir baxa yox. Lazio'da oynayır. Nə qədər verək buna? 11 versə görəsən gələr. Gəldi, qəşəng. Bunun defansı ilə qəşəng şey oldu ki, köməyi. Всё, başqa ara transfer 8.000'imiz var. Bir də hücuma, hücuma transfer, hücuma. Hücum ölüb. Hücumdan da bizim əsl işimiz asılı. Burada kimi transfer eləyək? 8 milyonumuz var. Ola bu nədir? 77'li bunun neçə yaşı var? Qulaqçıqda da olacaq. Bunun neçə yaşı var? Kolumbiyalı. Dostlar bu erməni bayrağıdır. Bu arada Kolumbiya bayrağıdır. İstəyirsiniz yazarsınız. Yazın Kolumbiya çıxacaq diskdən. O dəqiqə gəldi.
Dostlar, bunun bayrağına baxın, bax. Sarısı çox yekədir. İndi gəlin bir də erməni bayrağına baxaq. Bunların sarısı altdadır. Yəni görürsüz, sarısı lap altdadır onların. Bundası üstdə. Bizim bayrağın gözəlliyi var, amma çox qəşəngdir. Wave oyunmu, sarı uşaqlar. Təzə transferlər elədim. Bu işimizə yarayacaq. 3-1. Vso. Avrokubokları Qarabağ götürüldü. Vso. Görək indi, görək nətər olacaq. Video 20 dəqiqə oldu ya. Nətər eləyək? Boduqlim maşınacan gələk dostlar. Videomu bitirəcəm. Qalan bölümdən devam eləyərik. Neftçi yeni istəyirəm bizi. Qəbələnin də maçını keçək. 2-0 vso. Sabah elmasında keçək. Video oldu düz 21 dəqiqə. Və vso. Səfər oyunu dostlar, Boduqlim. Görürsünüz, Rus oyunçu oynadılar hələ. Yəni bunları gələn bölümdə Rus oyunçunu alıb satacaq. Oradan da böyük ihtimal yenə 21 milyon götürəcək. Çünki 70 üstüdür. Avrokuboklarında son halını göstərmişsə 16-cı yox. Gələn bölümdən davam eləyəcək. Sağ olun, salamat qalın.